Hər vaxtın xeyir olsun Rəqsanə, salamlayıram səni. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi son dövrlərdə Azərbaycanda ürək xəstəliyindən əziyyət çəkən insanların sayında artım müşahidə olur. Nəinki Azərbaycanda, bütün dünyada vəziyyət demək olar ki, belədir və elə Səhiyyə Nazirliyi də bu vəziyyətin qarşısını almaq üçün əhaliyə bir xəbərdarlıq ünvanlayıb və orada da qeyd olunur ki, ürəyin işemik xəstəliyi, infarkt və insult kimi xəstəliklərin qarşısının alınması üçün ən önəmli tədbir vaxtında düzgün müdaxilənin edilməsi və elə bununla bağlı ürək xəstəliklərinin qarşısını almaq üçün Azərbaycanda bir mərkəz yaradılır. Və elə bununla bağlı daha detallı informasiyalar elə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovadan informasiyaları alacaq. Xoş gördük Gülnaz xanım. Təfərrüatlı informasiyaları buyurun sizdən eşidək. Lipid məktəbinin yaradılması bizim çoxdankı arzumuz idi. Bu təşəbbüs niyə aktualdır? Çünki siz düzgün qeyd elədiniz ki, ürək damar sistemi xəstəliklərindən ən çox da erkən cavan ölümlərin sayı getdikcə artır. Bu sadəcə Azərbaycanda belə deyil, bu dünyada olan statistik məlumatlar bunu göstərir və məsələnin aktuallığı məhz erkən aşkarlanma, ən çox da yüksək risk qrupuna daxil olan xəstələrin erkən aşkarlanması, həkimlərin və əhalinin maarifləndirilməsi və müalicənin əlçatanlığını təmin etməkdir. Bu məqsədlə Azərbaycanın müxtəlif regionlarında lipid mərkəzlərinin yaradılması üçün yol xəritəsi hazırlanıb və bu Səhiyyə Nazirliyinə təqdim olunub və bu yol xəritəsi sayəsində biz bölgələrdə lipidoloqların yetişdirilməsi, lipidoloqlar deyikdə biz həm kardioloqlar, terapevtlər, endokrinoloqların uyğun Avropa Kardioloqlar Cəmiyyətinin və Avropa Ateroskleroz Cəmiyyətinin tövsiyələrinə uyğun qaydada riayət edə bilən mütəxəssisləri yetişdirib, hal-hazırda bildiyimiz kimi Respublikamızda 21-ci ildən etibarən icbari tibbi sığorta təmin olunur və əhalinin ödəniksiz olaraq lipid spektrini yoxlamaq imkanı, yəni bu çox böyük bir avantajdır və bunun düzgün istifadə olunması sadəcə dietik qaydalara deyil, eyni zamanda genetik faktorların aşkarlanması və təəssüf ki, bu haqda nə həkimlərimizin, eləcə də əhalimizin kifayət qədər məlumatı yoxdur. Elə bilirəm, bu lipid məktəblərinin, lipid mərkəzlərinin, lipidoloqların yaradılması, yetişdirilməsi bu dünyada birinci ölüm səbəbi olan ürək damar sistemi xəstəliklərindən ölümlərin sayını azaltmağa xidmət edəcək. Çünki əlaqəsini soruşsanız, nə əlaqəsi? Birinci növbədə bu ürək damar sistemi xəstəliklərindən ölüm damarlarda olan ateroskleroz, yəni lipid sisteminin pozğunluğu nəticəsində baş verir və lipidləri kontrol etməklə, yəni qanın yağlılığını kontrol etməklə biz bu ölümlərin səbəbini çox kifayət dərəcədə azalda bilərik və ən yüksək qrupdan olan və çox təəssüf ki, çox zaman bədən çəkisi ilə lipid mübadiləsi arasında korrelyasiya hər zaman olmur. Yəni gözümüzə çox zəif görünən, artıq çəkisi olmayan insanlarda belə yüksək risk qrupu ola biləcəyini unuduruq. Bu baxımdan həm genetik analizlərin aparılması, həm sadə rutin el arasında deyilən yaxşı pis xolesterinlərin yoxlanılması və maarifləndirmə, medikamentoz terapiyanın qeyd etdiyim kimi əlçatanlığının təmin olunması, zamanında müdaxilə olunması və yüksək qrupluq risk qruplu xəstələrə xüsusi olaraq ayrı bir kateqoriya ayırıb onların dinamik müşahidəsi nəzərdə tutulur. Təşəkkürlər Gülnaz xanım. Çox sağ olun, detallı informasiyalara biz və tamaşaçıların diqqətinə çatdırdığınız üçün. Bir daha xatırladım ki, son dövrlərdə Azərbaycanda və eləcə də dünyada ürək xəstəliklərinin əziyyət çəkən insanların sayında artım müşahidə olunur və təbii ki, xüsusi riskli kateqoriyaya daxil olan bu xəstəliklərdə insanlarda ani ölümə səbəb ola bilir və elə bununla bağlı olaraq Səhiyyə Nazirliyi də ürək xəstəliklərinin qarşısını vaxtında almaq üçün mərkəz yaradır və detallı informasiyaları da eşitdik. Bizdən hələlik bu qədər, söz yenidə sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, bu aktual mövzu ətrafında elə mütəxəssislə danışdığın üçün.